Və Verindubla bağlı Sport.info saytında önəmli bir məlumatlar gedib. Ahmet, bir Emin Mahmudovla bağlı yanaşmasını çox bəyəndim. Emin Mahmudovla bağlı Sport.info saytında gedən xəbər əsasən bildirim ki, fərdi söhbətlər edib, Eminə güvəndiyini bildirib, komandanın lideri hesab etdiyini bildirib və Eminə çox önəm verdiyini açıqca özünə bildirib. Düşünürəm ki, bu önəmli məqamdır. Verindubun həmkarı Qriqorçuk Eminlə bağlı yanlışa yol vermişdi. Yaxşı xatırlayırsanmı? Emin ehtiyatda saxlayırdı, Eminlə bağlı müəyyən problemlər yaşadı. O dönəmdə Emin kölgədə qaldı. Elə Qriqorçukun da aqibəti hər birimizə məlumdur. Mən də düşünürəm ki, hazırki Neftçidə özün də futbolçu olmusan, meydanda Emin kimi liderə mütləq ehtiyac var. Mütləq. Emini mən təxminən 2011-ci ildən tanıyıram. Yəni bir yerdə, bəlkə Azərbaycanda ilk tanıyanlardan biri mənəm. O vaxt bizə gəlmişdi, o 17-yə. 17 milli komandasına gəlmişdi. Və yəni o vaxtdan tanışdığımız var. Bir də Perimdən salamlar, əleyküm salam. Maşallah bütün Rusiya bizi izləyir. Deməli, məsələ nədir? Birincisi, futbolu qoyaq kənara, insan olaraq Emin Mahmudov çox gözəl, tərbiyəli, əxlaqlı bir insandır. Yəni, bunu qeyd eləməliyəm. Və o ki qaldı, sən necə Emin Mahmudov necə futbolçudur? Mən Emini yaxından tanıyıram, Xanoğlan. Emin Mahmudov, sən Eminə nə qədər güvənirsənsə, Emin Mahmudov sənə o qədər qarşılığını verəcək. Yox, sən ona azacıq o güvənsizliyi hiss elətdirsən, o dərhal onu hiss eləyib başa düşən bir futbolçudur. Və bilsən necədir? Bax, Emin Mahmudov elə bir futbolçudur ki, Emin Mahmudov strukturda gözə çıxan futbolçudur. Hansısa bir oyun üslubu var, Və sən o oyun üslubunun baş aktyoru, əgər Emin Mahmudov baş aktyor yazırsansa senarini, baş aktyor yazırsansa, onda o sənə, belə deyək də, o çəkdiyin filmdə milyonlar qazandıracaq. Yox, Emin Mahmudovu sən yan aktyor kimi, yəni yan aktyor kimi, əgər sən senariyə daxil edirsənsə, onda sən Emin Mahmudovu heç nə qazana bilməyəsən. Çünki bu insanın xarakteri budur.